Salam uşaqlar, bugünkü mövzumuz sadə faiz artımı. Səhifə 65-66. Uşaqlar, sadə faiz artımı nədir? Sadə faiz artımı, baxın, bu tip suallarda istifadə olunur. Məsələn, deyirəm ki, banka müəyyən qədər pul qoyuram. Məsələn, 100 manat pul qoyuram. Deyirəm ki, hər il ilkin qoyduğum qiymətin 10% qədər artım olur. Və yaxud da ki, 20% fərq eləməz. 10% qədər artım olur. Deyirəm ki, 5 ildən sonra nə qədər pul olur bankda? Uşaqlar, hər il ilkin qiymətin deyirsə, yəni birinci qiymətini hesablayırıqsa, birinci qiymətin artımını hesablayırıqsa, bu olur bizdə sadə faiz artımı. Bir daha deyim. Deyirəm ki, 100 manat pul qoydum. Və mənə deyir ki, hər il ilkin qiymətin 20% qədər. 20%, 30%, 40%, 15% fərq eləməz. Burada elə belə yazmışam da. 20% qədər artım olur. Bu zaman uşaqlar, biz necə tətbiq edəcəyik? Birinci il nə qədər olacaq? İkinci il nə qədər olacaq? Deyirəm ki, 100 manatın, deyirəm ki, 20% qədər artım olur. Görürsən bunun 20% nədir? Neçə manat artım olur? Birinci onu hesablamalıyam. 100 vurulsun 20%'ni necə hesablayırdıq? Ədədin faizini hesablayanda ədədi faiz göstərən ədədə vurub 100'ə bölürdük. Düzdürmü? Bu bərabərdir. Aha, deməli 20 manat artım olur. Aydındır uşaqlar? Birinci qiymətin 20% qədər deyəndə neçə manat olduğunu bilmirdim. 20 manat. Deməli uşaqlar, birinci il nə qədər artım olacaq? 20 manat. 100 idi. 20 manat oldu. Bu da bərabərdir 120 manat. Dedim, bəs ikinci il nə qədər pul olacaq? Uşaqlar, ikinci il, birinci ildə 20 manat oldu. İkinci ildə ikinci 20 manat olacaqmı? Yəni 2-də 20 manat olacaqmı? Bu da bərabərdir 140 manat. Üçüncü il, onda uşaqlar, birinci il 100 manat idi. Üçüncü il, 3 dənə il, yəni 3 dənə il ərzində 20 manat, 20 manat, 20 manat, 160 manat pul olacaqmı? Yəni uşaqlar, deyəndə ki məndə, məsələn, 5-ci ili hesabla. 5-ci ili hesablayanda ilkin qiymət plus 5 dənə 20 manat olacaqmı? Birinci il 1 dənə 20 manat, ikinci il 2-ci, üçüncü il 3-cü, dördüncü il 4-cü, 5-ci il 5 dənə 20 manat. Yəni 100 manat artım eləcəkmi? Bu da elədir 200 manat. Bura kimi aydındır uşaqlar. Onda düstur hansı formada hesablanır? Uşaqlar, onsuz da birinci qoyduğum məbləğ eynidir. Artımı hesablayanda, tutaq 5 il ərzində, 6 il ərzində artımı hesabla deyəndə. Dedik, nə qardıq biz? Birinci qoyduğumuz faizi, ilkin faizimiz S0, məbləğimiz S0 formasında ilkin məbləğ S0'dan işarə etdim. Dedim ki, neçə faiz artırdım? Eğer faiz. Uşaqlar, eğer faizini necə tapırdıq? Ədədi faiz göstərən ədədə vurub 100'ə bölürdük mü? Burada problem yoxdur uşaqlar. Bura kimi aydındır. Baxın, bunu tətbiq elədim də elə bil ki, ilkin məbləğ vurulsun, ədədin faizi bölünsün 100. Eyni şeydir. Bəs uşaqlar, baxın, birinci il 1 dənə bundan. İkinci il 2 dənə bundan. Üçüncü il 3 dənə bundan. Dördüncü il 4 dənə. Beşinci il 5 dənə bundan oldu mu? Yəni uşaqlar, eninci ildə n dənə bundan olacaqmı? İllərin sayına vururam. Aydındır uşaqlar. Baxın, burada mən artımı hesablayıram. Nə qədər artıb? Problem yoxdur burada. Bu da bərabərdir uşaqlar. Naturalda da vururuqsa demişdik sürətə vururuq. S0 vurulsun R vurulsun N bölünsün 100. Bu oldu bizdə artımın düsturu. Neçə manat artıb? Aydındır uşaqlar. Artım düsturu bir daha deyirəm. S0 vurulsun R vurulsun N bölünsün 100 düsturuna hesablanır. Bu qayda dəftərinizdə də yazın. Qeyd edin, gözünüzün qabağında olsun. İndi uşaqlar suallar üzərindən baxaq. Görək necə işləyəcəyik. Və uşaqlar, məndə bu formada oldu. Gəlin indi sual üzərində o deyəcəyimi deyəcəm. Dedik, artım düsturu artımımız oldu. S0 vurulsun R vurulsun N bölünsün 100. S0 burada ilkin məbləğ.
R faiz, N illərin sayı. Bu formada təyin olundu. Keçək ardına. Verilib səhifə 65-də 4-cü sual. Deyir ki, müştəri bank hesabına ilkin artım faizi 10% olmaqla 5000 manat pul qoydu. Deyir ki, A variantında 2 ildə artım nə qədər olar? Bax, sizdən artım istəyir ki, yəni nə qədər pul artacaq? Sizdən sadəcə bunu istəyir. A variantını. Dedik ki, artımı necə hesablayırıq? İlkin məbləğ 5000 vurulsun. Neçə faiz artım? 10% qədər. Görəsən bunun 10% nədir? Dedik, vururuq faiz üstənadı da bölünür 100-ə. Düz yazdın mı? Problem yoxdur. Və uşaqlar, bir dənə ildə dedik bir dəfə olur, 2 dənə ildə bundan 2 dənə, 3 dənə ildə 3 dənə. İndi mənə neçə il deyir? 2 dənə il. Vurulsun illərin sayı 2. Bu da bərabərdir. Düzdür. Tətbiq edirəm. 0-1-dən 0-1 getdi, 0-1-dən 0-1 getdi, 500 vurulsun 2. O da elədi 1000 manat. Yəni 2 ildə 1000 manat. Çıx, qurtardı. Keçirəm B variantına. Məsələn, deyir ki, 3 ildə. Aha, yenə eyni sual. Deyirəm, neçə faiz artdı? 10%. Deyirəm, bunun 10% nədir? Vurdum ona, böldüm 100-ə. 3 dənə il deyirsə, 3 dənə bundan. Çıx. Aydındır uşaqlar. Uşaqlar, ilkin məbləğin deyir deyə belə hesablayırıq ha. İlkin məbləğin 10% qədər. Yəni, birinci məbləği hesablayırsınız həmişə 10%-ni. 3 dənə bundan, 2 dənə 0-dan 2 dənə 0 getdi. 500 vurulsun 3, elədi 1500 manat. Deməli, 1500 manat artım oldu. Sizdən hələlik uşaqlar. Artımı istəyir. Nə qədər artım oldu? Bu qədər. Sizdən ama uşaqlar bəzən soruşa bilər ki, 3 ildən sonra nə qədər pul olacaq bankda? 5000 var idi, düzdürmü? 1500 artım oldu. Cəmi nə qədər pul oldu? 6500. Bax, ayırmağı bilin. Sizdə indi bir dəqiqə artımı istədi deyə nə qədər artım oldu? 1500 yazdım, dayandım. Amma sizə desək ki, cəmi nə qədər pul oldu? Hə, qoymuşdum 5000. Artımım da 1500, cəmi elədi 6500. Bu formada hesablayın. Keçdim, bir dənəsində yazıram 6 ildə formasını. C variantı 6 ildə də olanda dedik ki, vur 6 işləyəcəksiniz. Elə bunun üstünü dəyişdirelim. Vur 6. 6 vurulsun 50. Elədi 300. Vurulsun 10. 3000 manat. Deməli 6 ildə 3000 manat olacaq. 8 ildə siz işləyirsiniz. Keçirəm 5-ci suala. 5-ci sualda bizə nə deyir? Bir daha dedim. Dedik, artımı hesablamaq üçün düsturumuz oldu. S0 vurulsun R vurulsun N. Bölünsün 100 düsturuna təyin olundu. Bunu yazaq gözümüzün qabağında dayansın. Bu artımı hesabladım. Keçirəm A variantına. Deyir ki, ilkin məbləği 4000 manat olan illik artım faizi 3%, müddəti 2 il. Sizə nə istəyir? Artımdan sonraki məbləği tap. Bax, artımı tap demir ha. Deyir ki, bu qədər artırdın, sonra məbləğ nə oldu? Bankda pulun nə qədər oldu? Bunu istəyir. Deməli, artımı birinci hesablayıram. A variantı 4000 idi. 3% artım oldu. 3%'ni hesablayıram. Görüm 3% nə qədərdir bunun? Vurulsun 2 ildir deyə 2 illik. Bu bərabərdir. 0-dan 2 dənəsinə 2-dən 0 getdi. Elədi 2400 manat. Aha, 2400 manat artım oldu. Əvvəllər bir saniyə 40, 2400 yox. 240 manat. 240 manat artım oldu. Əvvəllər 4000 manat idi. Plus 240 manat sizə deyir ki, artandan sonraki məbləğ nə qədər oldu? 4240 manat. Aydındır uşaqlar? Bir dənə də bəndə işləyirəm. İlkin məbləğ 5000. Artımın faizi 6%. 6% hansı ədədə bərabərdir hesablayıram. Və deyirəm ki, 3 il. Yəni 3 dənə bundan. Bu bərabərdir. 2 dənə 0-dan 2 dənə 0 getdi.
50 vuranda 6-ya elədi 300, 300 vurulsun 3 elədi 900 manat. Deməli 900 manat artım olacaq. Əvvəllər 5000 idi məbləğ plus 900, 5900 manat. Sonraki məbləğimiz oldu. Aydın uşaqlar. Bu sual da getdi. C variantını siz özünüz hesablayırsınız. Aha, keçirik ardına. Bizə verir. Hətta düstur bir dəfə də yazıb. Vurulsun n, vurulsun n, bölünsün 100. Bu düstur bir dəfə də yazıb. Problem yoxdur. Yazıb lap yaxşı. Keçdik. Deyir ki, 6-cı sualda. Mağazada məhsullar müəyyən müddətə möhlətlə satılır. Hər ay məhsulun ilkin məbləğinin müəyyən faizi ödəməkdə növbəti ay qalan borc hesablanır. Alıcının göstərilən müddətə uyğun borcunu tapın. Aha, uşaqlar. Mənə deyir ki, ilkin məbləğ 1500 manat borc. Eyni düsturda. Manat borc. Aylıq ödəmə faizi 8%. 10 aydan sonra qalan borcu tapın. Uşaqlar, deyir ki, 8% sizin ödəməlisiniz. Yəni 8% deyirəm ki, bunun 8% nə qədərdir? Nə qədər ödəməliyəm mən? 1500 vururam 8-ə bölürəm 100-ə. Aha, bura kimi problem yoxdur uşaqlar. Və deyir ki, 10 ay ödədin. Birinci ayda bax, ilkin məbləğin 8% qədər deyir. 10 ay ödədimsə 10 dənə bundan. Sıfırlan işçisindən sıfırlan işçisi getdi. 8-ə vuranda 0, 120. 120, bir dənə də 0 yazdım. 1200 manat. Deməli, nə qədər ödədim uşaqlar 10 ay ərzində? 1200 manat ödədim. Deyir ki, mənim nə qədər borcum qaldı? 1500 manat borcum var idi. 1200-ün ödədim, çıxdı, getdi. Qaldı 300 manat borc. Aydın uşaqlar. Bu oldu A variantı. Keçirəm B variantına. B-də bizə nə deyir? Deyir ki, 5000 manat idi, ödəmə faizi 15 manat. O 15%, 6 aydan sonra qalan borcu hesabla. Eyni sual. 5000 manat idi, 15% ödəyirəm. 15% bunun nəyə bərabərdir? Və 6 ay ödədim. 6 dənə bundan. 2 sıfırdan 2 sıfır getdi. Burada 90. 9 vuranda 5'ə 45. 2 dənə 0 yanına. Yəni 4500 manat ödədim. 5000 manatdan çıxıram 4500 manat. Deyirəm ki, görüm nə qədər borcum qaldı. 500 manat borcum qaldı. Uşaqlar, qurtardıq. Bu formada təyin edirik. C variantını uşaqlar özünüz işləyirsiniz. Keçirəm. Bir dənə 7-ci sualı da mən işləyəcəm. 8-ci məsələni siz özünüz işləyin. Kəlinizi öyrəşdirin. Uşaqlar, mövzunu bəyənsəz, izahımı bəyənsəz, bəyənməyi, bir də abunə olmağı unutmayın. Verilib bizə 7-ci sual. Televizorun qiyməti 1000 manatdır. Bu televizorun qiyməti 20% artırıldı. Bundan sonra satış azaldığı üçün sonuncu qiymət 20% indirildi. Televizorun sonraki qiyməti ilkin qiyməti ilə müqayisədə artdı yoxsa azaldı? Uşaqlar, əvvəllər deyir 1000 manat idi. Deyir sonra 20% artırdım. Görəsəm nə qədər artırdım? Deyirəm ki, bunun 20% nədir? Ədədin faizini tapanda faiz göstərəndə də vurub 100-ə bölürük. Deməli, 200 manat artırdım. Deyirəm, qiyməti nə qədər oldu? 1000 manat idi. 200 manat artdı. Oldu 1200 manat. Problem yoxdur uşaqlar bura kimi. Bu oldu birinci hissə. Və deyir ki, bundan sonra satış azaldığı üçün sonuncu qiymət 20% indirildi. Baxın uşaqlar, bu qiymət ilkin qiymət demir ha. İlkin qiymətin 20% qədər demir. Bu qiymətin 20% qədər. Bu qiymətin 20% nədir? Vurum 20-yə 100-ə bölüm görüm. Bu qiymətin 20% deyəndə mənə nə demək istəyir? 240 manat. Aha, deməli bu qiyməti 240 manat indirdim. İndirdimsə deməli nə varırdıq? Çıxırdıq. Çıxıram 240-ı.
Bu da bərabərdir 960 manat. Oldu qiymət 960 manat. Vəsə. İndi mənə deyir ki, burada. Deyir, nə qədər dəyişdi? Şola əvvələ 1000 manat idi. Oldu, ən axırıncı qiymət 960 manat. 40 manat. Deməli, ucuzlaşdı ortada. Aha, nəyi soruşurdu? Televizorun sonraki qiyməti ilkin qiyməti ilə müqayisədə artdı, yoxsa azaldı? Azaldı. Və deyir ki, neçə faiz? Uşaqlar, əvvələ 1000 manat idi, oldu 960 manat. Bu sizə kimi aydındır. Aydındırsa Allah. Aydın deyilsə, bir də qulaq asın, sonra ardına qulaq asın, yaxşı. Deyirəm ki, 1000 manat idi, oldu 960 manat. Bax, ardını buradan yazıram. 1000 manat idi, oldu 960 manat. Deyirəm ki, neçə faiz ucuzlaşdı? Ucuzlaşmanı, bahalaşmanı necə hesablayırdıq? Kəmiyyət dəyişməsini necə hesablayırdıq? Keçən dərsimizdə keçmişdik. Fərqi bölürdü ilkin qiymətə. Aha, 1000 çıxılsın 960 bölünsün ilkin qiymət 1000. Vurulsun 100 faizini hesabladık. Bu da bərabərdir. 40 bölünsün 1000 vurulsun 100. Sıfırdan 2-dən sizə sıfırlar getdi. Bu da bərabərdir. 4% ucuzlaşdı. Çox qurtardı. Aydındır uşaqlar. Aydındır, sağ olun. Sağ olun uşaqlar, növbəti dərsimizdə görüşərik. Sağ olun.